İş var rubrikasından hər kəsə salam. Yenidən qarşınızdayıqsa, deməli, sizə yaxşı iş təkliflərimiz var. İndi hər birini ətraflı təqdim edəcəyik. Hazırsınızsa, bu həftənin vakansiyalarına keçək. İlk iş təklifi Hacı Qabuldandır. Belə ki, Penoplex Prikavkaziya Açıq Səhmdar Cəmiyyəti cihazlar üzrə mühəndis axtarır. Bu iş üçün müraciət edəcək şəxsin mütləq ali təhsil olmalıdır. Yaşınız 28-dən çox, 45-dən az olsa kifayətdir. Əsas məsələ, əmək haqqına gəldikdə isə bu vakansiya üçün sizə 2400 manat maaş təklif ediləcək. Odur ki, müraciət etməyə tələsin. Nur şəhərimiz olan Mingəçevirdə işləmək istəyən şəxslər, sizin üçün də əla təklifimiz var. Xalqbank Açıq Səhmdar Cəmiyyəti Mingəçevir filialında müştəri xidməti şöbəsinin kassiri vəzifəsinə əməkdaş axtarır. Bu vakansiyaya müraciət etmək istəyirsinizsə, mütləq tam ali təhsilli, yəni magistratura təhsilinizin olması da vacibdir. Yaşınız isə 25-35 aralığında olsa kifayətdir. Bu iş üçün əmək haqqı təklifi isə 1050 manat təşkil edir. Xankəndidə çalışmaq istəyirsiniz? O zaman diqqətlə qulaq asın, çünki bu vakansiya sizə uyğun ola bilər. Belə ki, Konsept Qarabağ Məhdud Məsuliyyətli Cəmiyyəti Xankəndidə ambardar köməkçisi axtarır. Ali təhsilli olmağınıza isə ehtiyac yoxdur. Yaşınız da 19-dan çox, 45-dən az olsa kifayətdir. Əmək haqqı təklifi isə 400-500 manat aralığındadır. Əziz Neftçala sakinləri, Universal Construction Məhdud Məsuliyyətli Cəmiyyəti ətraf mühit üzrə mütəxəssis axtarır. Vakansiyanın tələblərinə gəldikdə isə bu iş üçün müraciət edəcək şəxsin mütləq ali təhsil olmalıdır. Namizəd üçün yaş aralığı 21-50 yaş olaraq göstərilir. Əmək haqqı təklifi isə 1751 manatdır. Və son olaraq Qusardan olan vakansiyamızı diqqətinizə çatdırırıq. M Agrofresh Məhdud Məsuliyyətli Cəmiyyəti Qusar rayonunda ofis meneceri axtarır. Orta təhsillisizsə və yaşınız 18-65 aralığındadırsa, bu vakansiyaya rahatlıqla müraciət edə bilərsiniz. Maaş təklifi isə 500-800 manatdır. Sadaladığım vakansiyaların hər hansı birinə müraciət etmək üçün ərazi üzrə regional məşğulluq filiallarına və ya xidmət şöbələrinə yaxınlaşa bilərsiniz. Vakansiyalara müraciət edəcək şəxslərə isə indidən uğurlar arzu edirik. Bu həftəlik bu qədər. Hələlik!